sonra Azərbaycan Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olur. Sonda mən olmasam da son ümiddən bək tutun. Hər şey yaxşı olacaq. Sonda mən olmasam da son sözlərim qalacaq. Son ümiddən bək tutun. Hər şey yaxşı olur. Hər şey yaxşı olacaq. Nə qorxum, nə ağlayım, biraz ümid saxlayın. Kəmərləri bağlayın. Hər şey yaxşı olacaq. Nə qorxum, nə ağlayım, biraz ümid saxlayın. Kəmərləri bağlayın. Hər şey yaxşı olacaq. Gül açacaq gümanlar. 8-də Aktauda qəzaya uğrayıb. Bitəcək bu zamanlar. Dağılacaq dumanlar. Hər şey yaxşı olacaq. Gül açacaq gümanlar. Bitəcək bu zamanlar. Salam, çox hörmətli, dəyərli və əziz tədbir iştirakçıları. Baş tacımız olan şəhid valideynləri, qazilərimiz, ziyalılarımız, yazarlarımız, hər birinizi bu müqəddəs məkanda xoş gördük. İndi isə bir dəqiqəlik sükut duraq, şəhidlərimizi yad edək. Bildiyimiz kimi bu gün bura toplaşmağımızda səbəb
bizim araşdırmaçı yazarımız Həsən Hüseyninin ötən ilin dekabr ayının 25-də təyyarə qəzasında qəhrəmanlıq, şücaət, əzmkarlıq göstərərək şəhadətli zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın haqqında yazılmış kitabın təqdimat mərasimidir. Seyid Həsən haqqında günlərlə də danışsaq azdır. Amma mən Seyid Həsən haqqında bəzi dəyərlər var ki, özümə borc bilirəm ki, onları biz deməliyik, tanıtmalıyıq. Seyid Həsən qardaşımız bizim 1-ci Qarabağ Savaşının qazisidir. 7 il yataq xəstəsi olub. Daha sonra isə özünü toparlayaraq İslam Universitetinə daxil olub və ömrünün demək olar ki, bütün hissəsini bu gün daxil olmaqla da millətimizin maariflənməsinə həsr eləyib. Dövlətimizə və dövlətçiyimizə sadiq olub həmişə. Bu cür dəyərlər bizim üçün həqiqətən də qürur vericidir, fəxr edicidir. Mən ötən tədbirlərin birində Seyid Həsən haqqında danışdım. Seyid Həsənin dəyərləri haqqında deyəndən sonra belə bir söz ağzımdan çıxdı, özümdən bir ixtiyar dedim. Bu dünya üçün nümunədir. Elə başa düşürəm ki, bu da ilahi elə bir ki, mənə kimsə onu dedizdirdi. Bu da o Allahın qisməti oldu ki, həqiqətən də belə bir insandır və bütün bu gözəlliklərin, bütün bu dəyərlərin fonunda əsl insandır. Bütün insani keyfiyyətləri özündə cəmləşdirən bir insandır. Çox sağ olun, var olun. Allah sizləri var eləsin. Burada olanlar hər birisi dəyərlidir. Bu məkan özü də dəyərli məkandır. Burada bizim 20 yanvar şəhidlərimiz 90-cı ildə Azərbaycanımızın müstəqilliyi uğrunda, azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin uyan yeridir. İndi isə çıxış söz bizim kitabın, Seyid Həsən yazdığı kitabın redaktoru Rauf İlyasoğlu'na söz verilir. Həkəri qəzetinin siz baş redaktorusunuz. Çox sağ olun. Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar, əziz şəhid ailələri. Bugün biz burada yalnız bir faciənin dərdini paylaşmaq üçün deyil, həm də qəhrəmanlarımızın xatirəsinə ehtiram göstərmək üçün bir araya gəlmişik. Əbədiyyətə uçan təyyarə adlı bu kitab Rusiya tərəfindən törədilmiş terror aktı nəticəsində həlak olmuş qəhrəman övladlarımızın xatirəsinə həsr olunub. Bu kitab yalnız faciənin təsviri deyil, o şəhidlərimizin həyatı, igidliyi, vətənə sədaqəti, son nəfəslərinə qədər göstərdikləri fədakarlığın hekayəsidir. Hər bir şəhid ayrıca böyük hörmət və məhəbbətlə yad edilmiş, adı gələcək nəsillərə bir qəhrəman dastanı kimi ötürüləcəkdir. Bu dəyərli kitabın müəllifi, qazimiz, tədqiqatçı, yazıcısı, Həkəri qəzetinin dini işlər üzrə şöbə müdürü, çox hörmətli Hacı Həsən Hüseynidir. Onun bu böyük iş üçün Hacı Həsən sizə öz dərin təşəkkürümüzü bildiririk və eyni zamanda kitabın ərsəyə gəlməsində elə tədbirin aparıcısı Hacı Mahir qardaşımıza da sağ ol deyirəm ki, o həm ona maddi cəhətdən, mənəvi cəhətdən kömək edib və bu kitabda nəfis tərtibatda çap olunur. Yəni, əlbəttə ki, hər birimizin borcudur ki, şəhidlərimizi unutmamaq və onlar unudulmur. Və faciənin ən ağır, amma eyni zamanda ən nümunəvi tərəfi isə təyyarənin ekipajıdır. Təyyarənin komandiri Igor Kşenyakin, ikinci pilot Aleksandr Kalyaninov və bələdçi stüardessa Hökmə Əliyeva qəza zamanı həyatlarını itirib. Onların peşəkarlığı, cəsarəti və insan həyatını xilas etmək uğrunda göstərdikləri fədakarlıq bu faciənin təkcə ağrılı deyil, həm də qəhrəmanlıq tərəfini önə çıxarır. Təyyarədə ümumiyyətlə bildiyiniz kimi 67 nəfər vardı. 62 sərnişin, 5 ekipaj üzvü. Onlardan 38 nəfər həlak olmuş, 29 nəfər isə sağ qalmışdır. Bugün burada sağ qalanların, onların ailələrinin iştirak edilməsi bizim üçün böyük qürurdur. Hacı Həsən mənə dedi ki, Cəlil müəllim də burada iştirak edəcək. Mən gələndə düzdür, bir dənə kitab gətirdim, amma bilmədim gələn dəfə mütləq qəhrəmanlarımızın ailəsinə də o kitabdan hədiyyə eləyərəm. Amma bu kitabı sizə hədiyyə eləyərəm. Burada da həmən qəhrəmanlarımıza həsr olmuş şeirimiz var. Amma icazə versəydiniz, mən bu təzə yazdığım bu şeiri oxuyardım. Eyni zamanda o həmən bu kitaba daxil olunurdu. Ölümə dik baxdı, dönmədi geri. Hələ qabaqdadır arzu, diləyi. Narahat olmayın dedi gülərək. Səmada böyüdü geniş ürəyi. Kəməri bağlayın, ürəkli olun. O bir-bir yoxladı həm sağı, solun. Hər şey yaxşı olar dedi hökmə.
qorxunu əzərək seçdi düz yolun. Güllənin qanın da içindən keçdi, yaralı körpəyə nəfəsim verdi. Necə ürəklidir bu məğrur qadın, o kişi qeyrətli dünyadan köçdü. Gəmi kapitanı igid qəhrəman, köməkçi pilotla can verdi aram. Şəhidlər ucaldı uca məqama, ruhlara yol açdı böyük bir aləm. O iki bələdçi, mərd ürəkli can, sağ çıxdılar o dalovdan gör haçan. Xilas etdi qədim Türk Qazaq eli, necə keçirdilər qorxu, həyəcan. Dua ilə sağ qalan nurani kişi, imanla düzdürdü ürəyə işi. Yalvardı Allaha kömək eyləsin, xatırladı olub keçən keçmişi. Hələ yazılmayıb neçə varağı, baş əyər hər kəsə vətən torpağı, hökümə hər zaman xatırlanacaq, gələr hər nəsildən onun sorağı. Ürəklər döyünür andın içində, onlar nümunədir bizim üçün də, xalqımız unutmaz şəhidlərini, igidlər doğulur xalqın içində. Qazı Hacı Həsən səlnamə yazdı, nə qədər vəsf etsəm yenə də azdı. Rauf İlyasoğlu yazdı sətirlər, həqiqət açılıb ürəyə sıxdı. Əziz şəhid ailələri, bütün şəhidlərimizin, həlak olmuş ekipaj üzvlərinin və bütün sərnişinlərin müqəddəs ruhu qarşısında baş əyirəm və sizin hər birinizə səbir diləyirəm. Sağ olun, var olun. Sağ olun. Çox sağ olun Rahim müəllim. Həmişəki kimi siz yenə də öz töhfələrinizi verirsiniz. Həmişə xidmətdəsiniz. Allah sizləri qorusun və sizin kimlər qorusun. İndi isə sözü verəcək bizim tarixçi yazar Dilbər xanıma, həm də kitabın ön sözü Dilbər xanım. Buyurun. Düzdür, ön sözdə fikrimi yazmışam. Bütün bu materiallar yığılarkən də üstündə dönə-dönə işləmişəm. Hələ bu kitab çap olunmazdan bir qədər əvvəl müəllif getmişdi məzarlığa və məzarlıqda o barədə mən bir material hazırlamışdım, bir kiçik material hazırlamışdım və o Həkəri qəzetində getdi. O təyyarə qəzasında həlak olanların məzarını ziyarət etmişdi. O zamandan mən dedim ki, Hacı Həsən, mən səninlə işləməyə qutardım. Mən işləyib bilmirəm. Mən bu qədər ağlayaraq, hər sətrini ağlayalı. Onun əlində indi bir kitab var ki, Zəfəri bizə yaşadan şəhidlərimizə 44 günün 44 qəhrəmanını seçib yoxmuş ora. O kitabı da alacaq sahibləri onun yolunu gözləyirlər. Amma deyim sizə ki, düzdür, zəfər yaşamaq, fədakarlıq, qəhrəmanlıq gözəldir, yüksəkdir, alidir. Heç bir şeylə şəhidin məqamını müqayisə edə bilmərik. Amma bu şəxsi bir itkidir. Hər zaman gülə-gülə üstümə gələn bir insanın bir zaman olmamaq, hər bir vərdiş etdiyimiz, yaşadığımız həyatı birdən-birə əlindən alsınlar. Çətindir ona adaptasiya vermək. İndi dekabr ayı gəldi yenə də 20 gün qaldı. O hadisələrin yaşanmağı, yəni o hadisə. Əlbəttə bizim müsəlman qaydalarımızda çox gözəl şeylər var ki, rituallar. Məsəl üçün 7 cümə axşamı, nə bilim 40 il kimi hadisələri, 52 kimi hadisələri el gəlir, qeyd eləyir, çıxır, gedir. Hiss eləyirsən ki, bu məclislər o şəhid sahibini adaptasiya verməsi üçün nəzərdə tutulub ki, o içinə qapanmasın. O da onunla itməsin. Bir övlad itmək çox çətin. Mən onu təsəvvür edim. Mən hardasa oxumuşdum ki, bir yazıcı deyir ki, bir valideyni ölən uşağa yetim deyərlər. Bir övladı ölən ataya nə deyərlər? Mən bilmirəm o sözü, mən bilmirəm. Amma heç kimə də arzulamıram. Nə qədər böyük fədakarlıq olarsa da. Amma bu fədakarlığı bacarmaq şəxsən orada hökümənin qardaşı bir söz deyir. Çox təsirlədi mənə. Deyir ki, özümü onun yerinə qoyuram, şəxsən mən bacarmazdım. Deyir, qəhrəmanlıq ölmə bir atılış deməkdir. Atıldın mı, bir daha geriyə dönməməkdir. Biz onları nə qədər yazsaq da, ansaq da. Sən Aleksandr, illərdə belə bir təxəssüs yetişdirməkdən ötürü biz universitetlərdə, mənim universitetimdə o fakültədə ki, mən işləmişəm, biz onları kəlmə-kəlmə, yığa-yığa ki, onları qoruyuruq ki, bu bizim intelligensiyamızdır da. Onu bir gün
Axı onun sahibi də var, anası da var. Düzdür, hamımızın sahibi Allahdır. Amma ki, şəhadətə seçilmək də elə asan deyil ha. Allah onları seçər, çünki o öz dərgahını qəbul edər. Ən yaxşısını götürər. Siz təsəvvür edirsiniz, Allahın seçkisindən keçmək nə deməkdir? Onun imtihanından keçmək nə deməkdir? Burada ön sözdə gücüm çatan qədər mən Hacı Həsənin zəhmətlərini dəyərləndirib qutara bilmirəm. Gücüm çatan qədər ona kömək eləyirəm ki, Allah onun savabından bir qətrə də mənə yazsın. Amma inanın ki, mənə bu çox-çox çətindir. Burada hadisəyə siyasi münasibət, dünya üzrə siyasi münasibət, beynəlxalq münasibət, yerli münasibət, vətəndaş mövqeləri toplanıb. Kitabda hər şey var. Kəlmə kəlməsinə qədər də tam da yerində yığılarkən oxunmuş hər məlumatdan xəbərim var. Nəyi də istəsəniz də, arzu etsəniz də, mən onu sizin qulluğunuza ərz etməyə hazıram. Hacı Həsən, Allah kömək olsun. Həqiqətən də çox çətindir bunları yazmaq. Şəhid sahiblərinə mən sizə səbr diləyirəm. Bizim burada dəyərli ziyalılarımız var. Mirasan müəllim, Cümşid müəllim. Əvvəla herkese teşekkür ederim. Sağ olun, var olun. Deməli, mən yəqin sosial şəbəkələrdən hər bir şeyi bilirsiniz. Mən hökümənin görünməyən tərəflərinə söhbət açacağım. O çox sakitlidir. Heç kimin işinə qarşı seçilən deyildi. Amma yeri gələndə haqqını tələb edən, məsələn, Ulu Nizaminin sözü olmasın, deyir erkəkdən etliyəm, olsam da qadın, hər şey bellidir mənə dünyanın. Mən də bir aslanım, düşünsən biraz, aslanın erkeği dişi olmaz. Yəni, bir vətən müharibəsinin qəhrəmanı kimi hərə öz vəzifəsini yerinə yetirir. İstər öz vəzifəsini yerinə yetirir, istərsə də bir vətəndaş kimi. Bu vətəndaşlıq borcunu yerinə yetirdim. Yerdə qaldı Əbədiyyətə Uçan Təyyarə kitabının müəllifi Hacı Həsən Hüseyniyə misilsiz dərəcə təşəkkür edirəm və bu kitabı ərsəyə gətirənlərin hamısına təşəkkür edirəm. Sağ olun, var olun. İstər İgor Kışniyakin, istər Aleksandr Kalyanov, istərsə də mənim qızım haqqında yazılan bu dəyərli sözlərə görə əməyə keçən hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun. Vətənimiz sağ olsun, dövlətimiz sağ olsun. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı diləyirəm və bütün vətəndaşlarımız gələcəkdə şən və firavan yaşamağını arzu edirəm. Bir daha təşəkkür edirəm, sağ olun, var olun. Çox sağ olun, Etibar müəllim. Allah sizi var eləsin, Allah sizin başınızı hər zaman uca eləsin. Əlbəttə ki, əsas sözü sizin balalarınız dedi. O da hardasa hələ bir döyüş meydanı sayılır. Bizim qələbəmiz olmuşdu, 44 gün müharibənin qələbəsi olmuşdu. O hərb sahəsində. Bizim peşəkar təyyarəçilərimiz də, o necə deyirlər, həm Azərbaycan Respublikasına məxsus olan azalın hansı səviyyədə olmağın, həm də insanlarımızın, cəmiyyətimizin hərbiçi olmasalar belə necə qəhrəman olmağın bütün dünyaya əyani şəkildə sübut elədilər. Allah sizləri var eləsin. Etibar qardaşımız buradadır. Hüşmə xanımın həyat yoldaşı. Buyurun. Xanımlar və cənablar, hər birinizi salamlayıram. Belə gözəl bir tədbir keçirdiyiniz üçün hər birinizə minnətdaram. Başda Hacı Həsən Hüseyni olmaqla bütün tədbir iştirakçılarının hər birinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, milli qəhrəmanlarımızı İgor Kışniyakin, Aleksandr Kalyanov və həyat yoldaşım Hökümə Əliyevanın barəsində bu cür kitab dərc eləmsiz və qəhrəmanlarımızı unutmuşsuz. İçi 92-ci il, 91-ci il, 90-cı il, 1-ci Qarabağ müharibəsindən tutmuş, ta ki bu günümüzə qədər olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Bütün qazilərimizə can sağlığı arzu edirəm. Vətənimiz sağ olsun, millətimiz sağ olsun. Nə demək olar? Boş dünyadır.
Onların əməlləri əbədi yaşayacaq. Bəli. Bunların əməlləri əbədi yaşayacaq. Onlar tarixə bir iz qoydular. Nümunəvi bir insan kimi, nümunəvi bir vətən oğlu, vətən qızı kimi. Allah hamısının ruhunu şad eləsin. Amin. Спасибо большое, что пригласили на такое важное для меня мероприятие. Мне очень приятно находиться среди вас, почетных ветеранов. Дай Бог вам всем здоровья. Спасибо большое вам за то, что почтили память наших героев. Больно об этом говорить, трудно об этом всем говорить. Особенно в такое время, когда совсем близко памятная дата. Очень трудно. Извините, пожалуйста. Да, спасибо вам большое еще раз. Спасибо за все, за то, что вы рядом, за то, что вы помните, за то, что не забываете, за то, что память жива. А наших героев, они это заслужили. Çox sağ olun. Qəhrəman şəhidlərimizdən olan Zeynallı Rəşadın atası Mirqiyas buradadır. Mirqiyas müəllim, buyurun. Siz də. Mən də hər birinizi salamlayıram. Allah Taala şəhid validelərinin hər birinə səbir versin. Qazilərimiz Allah Taala ömür versin. Hacı Həsənə, Mahir müəllimə təşəkkür edirəm ki, insan öz ailəsinin işini çatdırıb görə bilmir, ancaq hər zaman şəhid ailələrinin yanındadır bu insanlar. Bu 5 ildə biz bunu gördük. Allah sizə ömür versin. Allah razı olsun sizdən. Şəhid ailələrinə də Allah Taaladan səbir diləyirəm. Çox sağ olun. Alqışlayaq. Allah sizdən razı olsun. Bu bizim borcumuzdur. Buna görə bizə sağ ol düşmür. Başqa kiməsə nəsə eləsə, bəlkə ona görə sağ ol düşər. Ancaq bu vətəndaşlıq borcumuzdur. Sizin balalarınızın canı, qanı bahasına biz alın açıq, üzü ağ gəzirik. Allah sizləri qorusun. Bu mənəvi paklılıqdır. Bu heç nə ilə ölçülən bir şeydir. Mənim burada dəyərli bacım, bizim fəlsəfə elmləri doktoru, universitet müəlliməsi Səkinə bacımız buradadır. Səkinə xanım həm də Azərbaycan Türk Xalqları Qardaş İctimai Birliyinin rəhbəridir. Gözəl bacımızdır. Bacıya söz verək. Biz Hacı Mahir qardaşımız o qədər xeyriyyəçi, gözəl bir insandır ki, o yaxşılığı edər, hər zaman özünü pərdənin arxasında saxlayar. Deməli, ötən ilin 2024-cü ilin şəhidlərin il dönümü idi. Bizim Trabzon şəhərindən şəhid ailələri üzrə birliyin sədri bizə xəbər göndərdi ki, 10 nəfər şəhid ailəsi ilə biz Bakıya gəlirik, şəhid tədbirlərində iştirak etmək üçün. Mən müəyyən dövlət qurumlarına müraciət etdim, amma o müraciətim bir balaca, yəni plansız oldu, yerin almadı. Ancaq çox darıxdım mən və bu zaman Hacı Mahir qardaşım yaxınlaşdı, dedi, bacı, biz Azərbaycanlıyıq, bizim evimizə qonaq gəlirlər şəhid ailələri. O qollarını tırmalayaraq mənimlə birlikdə və bizim birliyimizin bütün üzvləri ilə birlikdə o qədər yüksək səviyyədə özlərinin dili ilə desək ayarladıqca o gələn şəhid ailələrin və yenidən 2025-ci ilin yay ayında onlar dəvət etdilər ki, şəhid ailələri gəlsin və vurğuladılar ki, Hacı Mahir birinci növbədə dedilər, hocam, xahiş edirik, o birinci növbədə Hacı Mahir bəy də buyursun, amma anası, Allah rəhmət eləsin, xəstə idi, o gedə bilmədi. Yəni, mən bilirəm ki, bu günləri belə kitablarının ərsəyə gəlməsində də sizi kimi xeyirxah insanların rolu böyükdür. Allah can sağlığı versin. Təşəkkür edirəm, qardaş, sizə. Siz də elə o yazarlarla bərabər az iş görmürsünüz. Çox sağ olun, təşəkkür edirəm.
Səda televiziyasının baş redaktoru Mehman Mehdiyevə təşəkkür edirik. Ancaq müəyyən səbəbdən xəstəliyinə bağlı burada ola bilmədi, amma çox istəyirdi ki, burada iştirak eləsin. Bizim Arzu xanım buradadır, Səda TV-nin direktor müavini. Buyurun Arzu xanım. Salam, xoş gördük, əziz tədbir iştirakçıları. Bəli, biz işimizlə əlaqədar tez-tez belə tədbirlərdə oluruq. Bir gözümüzdə sevinç, bir gözümüzdə kədər. Sevinirik ona görə ki, bizim şəhidlərimiz o ləkəni alnımızdan siliblər. Kədərlənirik ona görə ki, cavan, nakam aralarımızda artıq yoxdur. Amma aramızda olmasa da onlar artıq uca məqamdadılar. Mən bu tədbirin iştirakçılarına hər birinə təşəkkür bildirirəm. Başda Hacı Həsən olmağına, sizin bu nəcib işinizə görə, gözəl belə kitab tərtib etdiyinizə görə, ümumiyyətlə bu kitabın ərsəyə gəlməsində əməyi olan hamıya təşəkkürümü bildirirəm. Burada şəhid valideynləri var. Qarşınızda baş əyirik. Danışmaq çox çətindir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Sizə Hacı Həsən yeni yaradıcılıq uğurları arzu edirəm. Və burada iştirak edən qazilərimizi də hər birisinə can sağlığı arzu edirəm. Hər bir şəhidin boynumuzda haqqı var. Hökümə xanımın atası dedi, dəyərli vaxtınızı bizə səhv etmişsiniz. Xeyr, bizim borcumuzdur. Çünki sizin övladlarınız bizə görə fədakarlıq ediblər. Vətən uğrunda fədakarlıq ediblər. Hökümə xanım bu fədakarlığı etməsəydi, pilotlar bu fədakarlığı etməsəydi, itkilərimiz daha çox olardı. Onların fədakarlıq sahəsində ölümün üzünə dik baxa-baxa insanları cəmləmək, xaos yaranmasın samolyotda, böyük bir sücayətdir. Mən çox üzr istəyirəm kişilərdən, hərdən elə sücayət heç hərdən bəzi kişilərə xas olmur. Qarşınızda baş əyirik, Allahdan da sizlərə səbir diləyirik. Çox sağ olun. Qədər. Dəvətə görə öz minnətdarımı bildirim hər iki hacıya. Çünki bu kitabı ərsəyə gətirmək çox gözəl bir şeydir. İkincisi, kitabda mənim bir şey diqqətimi cəlb elədi. Çox maraqlı oxşayış var. Həm hökmə, həm Aleksandr, hər ikisi İsa Peyğəmbərin yaşında dünyasını dəyişib. Kişniyəkin isə Məhəmməd Peyğəmbərlə eyni yaşlı, Peyğəmbər yaşında, hər üçü Peyğəmbər yaşında şəhid olublar. Bu önəmli, birinci önəmi budur. İkincisi, bu hadisənin çox böyük siyasi əhəmiyyəti var. Digər o tonlarda danışa bilərik, amma mən istəmirəm o məsələ toxunum. Bu heyət bütünlüyü ilə Azərbaycanla Rusiya arasında münasibətləri siyasi müstəviyə çəkə bildi. Biz bu günə qədər olan hadisələrdə Rusiyanın bu və digər formada itham eləyə bilmirdik. Əslində bu itham olunası bir şeydir. Çünki bizimlə strateji müqavilə bağlayan bir dövlət bizə qarşı xəyanətlə məşğul oldu. Bizim vətəndaşlarımız dünyasını dəyişməməlidir. Üçüncüsü, bu heyət beynəlmiləl bir heyətdir. Bunun da çox böyük siyasi əhəmiyyəti var. Çünki Rus, Ukrayn və Azərbaycanlı, hər üç milli qəhrəman və başqa bir məsələ də var burada. Çünki biz özümüz desəydik, bizim həqiqətlərimizi hökmənin dili ilə çatdırsaydıq da bizi qəbul eləməyəcəklər. Amma bunlar əməlləri ilə, istəyir İqorsun, istəyir Aleksandr, öz əməlləri ilə göstərdilər ki, bu xalq onlara nə qədər əzizdir, həqiqətən də onlar bizim üçün çox əzizdir. Biz başa düşürük, onların danışıqlarını da, hisslərini də başa düşürük. Amma mən orada bir şey oxudum ki, İqor həmişə göyə qalxanda Allahı, bəli, bu çox, bir xristiyanın belə bir iddiası gündəmə gəlməsi bu təsadüfi olan bir şey deyil. Bunun arxasında həmin insanların bizə olan sevgisi var və siz heç narahat olmayın, bu bizim borcumuzdur. Sizə hörmətlə yanaşmaq, belə tədbirə ələ yox, belə kitabla çox şeylərə siz layiqsiniz. Bu xalq qədir bilən xalqdır, siz həmişə sevəcəklər. İki yüzü də başa düşür. Amma bizdə şəhidlik çox müqəddəs bir şeydir. Şəhidlər torpağın altına geçsə də, onların ruhu göylərdə olur. Bunlar daimi yaşayacaqlar. Bizə həm gözəl bir şəhidlik zirvəsi göstərdi hər üçü. Bunlar bizə Azərbaycan üçün gözəl bir siyasi məkan buraxdılar
və eyni zamanda Azərbaycan xalqına olan hörmətlərin və bizim onlara olan sevgilərimizin əvəzində bizə nələrsə verdilər. Hər üçünü, yəni bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, amma bugün bu üç şəhiddən söhbət gedirsə, onlar bizim üçün çox önəmlidir. Allah onların ruhunu şad eləsin, yerini cənnətdə eləsin, bütün şəhidlərimizin yerini Peyğəmbər əleyhissalamın qonşuluğunda eləsin. Miraslan müəllim, buyurun sizdə. Miraslan müəllim də bizim tanınmış yazarımızdır. Əsl vətənpərvər sözünü deyəndə mənim Miraslan müəllim həmişə gözümün önünə gəlir. Miraslan müəllim mənim müəllimimdir. Yəni ondan çox şey öyrənmişəm. Mən minnətdaram həmişə. Buyurun Miraslan müəllim. Sağ olun dedi. Allah köməyiniz olsun. Mən hazırlara öz təşəkkürümü bildirirəm. Bir ziyalı kimi, bir yazar kimi. Yəni bu məsuliyyətin altına girmək biraz çətindir. Bilin, mən şəhidlər haqqında yazmışam, filmlər çəkmişəm, verilişlər eləmişəm. Hamısı mənim içimdən keçib. O ağrının nə olduğunu mən yaxşı bilirəm. Yəni əgər onu yaşaya bilmirsənsə də, sən yazar olaraq şəhid ola bilmirsənsə də, şəhidin hisslərini, onun valideynlərin hisslərini yaşaya bilmirsənsə, ortaya qoyduğun o kitab deyək, film deyək, veriliş deyək, o səviyyədə ola bilməz. Ona görə Hacı, mən sizə çox sağ olun deyirəm. Siz də ona həm mənəvi, həm fiziki dəstək olduğunuza görə, maddi dəstək olduğunuza görə çox sağ olun deyirəm. Mahir qardaşım, siz Azərbaycan bütövlüyü uğrunda Azərbaycanın harda şəhid adı varsa da mən Hacını orada görürəm. Mən bu cəmaatın yanında sizə deyirəm, sizə çox təşəkkür edirəm. Tək-tək oğullar var ki, sinəsinə döyüb Azərbaycan sözünə deyəndə sinəsini açıb güllənin qabağına vermək hazırdır. Təkcə güllü ilə yox, həm də mənlə Azərbaycanlı olmaq, mənlə türk olmaq, mənlə torpağını sevmək hər adama nəsib olan şeydir. Bir milyonlar sahib olan, milyardlar sahib olan adamlar var. Heç birinin övladı gedib şəhid olmuyor. Heç birinin uzaq bacısının qardaş da gedib şəhid olmuyor. Şəhidlər yalnız vətəni sevən adamların, şəhidlər yalnız bizim sadə adamların çeynindədir. Vətən bizim çeynimizdədir. Allah sizi qorusun, Allah köməyiniz olsun. Mən bu üç şəhidlərimizə və onunla bir yerdə zadda, təyyarədə həlak olanlara deyirəm, yerləri cənnət olsun. Və burada iştirak edən onların doğmalarına mən səbir diləyirəm. Və siz bir şeyi fikirləşin ki, bu ölüm deyil, bu əbədiyyətdir. Və bunların ölümü sadəcə təyyarə qəzası deyil. Ondan qabaq vertolyotda 2 dəfə qəza olub, bilirsiniz. Bir Dağlıq Qarabağda, Qarakətdə, bir də Xızı tərəfdə. Bu hamısı, bəli, hamısı terrordur. Bu terror təkcə bugünkü üstündür. 10-cu əsrdən, 9-cu əsrdən başlayan Azərbaycana qarşı olan terrordur bu. Mən müharibə dövründə 2-3 dənə verilişim var idi. Müharibədən qayıtmışıq, Qılınc qolun davamıdır. O müharibədə olan uşaqların yanında olanda mən gördüm ki, bayaq Cümşüd müəllim dedi ki, burada 3 millətin nümayəndəsidir. Mən müharibədə 90-cı illərdə də həmən 3 millətin nümayəndələrini gördüm və daha çox millətlərin nümayəndələrini gördüm. Yəni torpağı sevən, Azərbaycan çörəyini yeyən, Azərbaycana hörmət edən, öz dədə babasına, lap ham millətindən asılmaq, hörmət edən adam birisi çörək yediyi torpağa hörmət edir. O ucalıqda olan mübariz başda olmaqla, mübariz ona görə deyirəm ki, bizim yatmış mənliyimizi, yatmış qəhrəmanlığımızı sübut edən və oyadan oğlanlarımızdan biri və bəlkə də birincisi Mübariz bəy oldu. Hamısı, onları seçmək istəmirəm. Mən mübarizlər deyirəm. Yəni ki, bunların hamısı Azərbaycanın bütövlüyü uğrunda canlarını verən kişilər, canlarını verən oğlanlardılar. Və mən arzu edərdim ki, bu əbədiyyətə uçan təyyarənin kitabını başqa formada yazaq. Ədəbiyyətə, yəni İrəvanımıza uçan təyyarənin belə bir kitab şəklində tərcümə edə bilək ki, itirdiyimiz torpaqların, Dərbəndimizin, Təbrizimizin, Borçalımızın və nəhayət bizim ürəyimizdə olan İrəvanımıza uçan təyyarələri deyək. Və onda hamımızın başımız olacaq, hamımızın belə biraz gülməli sınmasın, sifətimizdə təbəssüm dişimizə qaracaq həmişə. Çox sağ olun burada iştirak edənlər, hamımıza çox sağ olun deyirəm, Allah razı olsun. Alışlar. Çox sağ olun Miraslan müəllim, Allah sizdən razı olsun. Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli müəllimə minnətdarlığımızı bildiririk. Həm də Səda TV-nin baş redaktoru Mehman müəllim olmaqla, əlbəttə ki, başda səbəbkar olmaqla Seyid Həsən qardaşımız. İndi isə bizim baş tacımız olan şəhid valideynlərinə söz verəcəyik. İslamov Elvin atası Elçin müəllim buradadır. Elçin müəllim də bizim həm milli mənəvi dəyərlərimizi bilir, həm də bizim
Quranımızın gözəl izahatını verir, bilir. Elçi müəllim, Allah sizləri qorusun. Onun timsalında bütün şəhid valideynlərin. Buyurun. Hamınızı salamlayıram. Həsən qardaşımı, biz onu 5 ildir ki, biz onu tanıyırıq. Yəni uşaqlarımızın şəhadətindən sonra Mahir müəllimin özünü daima bizim yanımızdadır, bizə dəstəkdir. Mən Hökmə xanımın o təyyarədən dediyi söz ki var, narahat olmayın, sakit olun. O söz bizə çox tanışdı. Biz telefonda şəhid balalarımızla danışanda o sesi eşitmişik. Yəni o təmkinliyini qoruyaraq, həyəcanını biruzə vermədən, yəni odun alovun içində ölümün gözünə baxaraq, ancaq o qorxunu gizlədib bizi narahat eləmək istəməyiblər. Yəni onun timsalında o ses bizə onu xatırlatdı. Biz onu eşitdik, o təmkinliyini qorudu. Nə demək olar? Şəhadət Allahın insana bəxş elədiyi ən gözəl bir nemət. İnsanın yaradılışının bir amalı var. Allah da istəyir ki, öz qatına aparacağı insanı birincisi şəhidi Allah seçir. Hər bir insan təsadüfən şəhid ola bilməz. Ümumiyyətlə, İslamda, bizim dinimizdə təsadüf deyilən bir şey yoxdur. Hər bir şey təvafüqdür. Allah Teala Quran-ı Kərimdə Ashab surəsində belə bir ayə buyurub ki, bugün bir çox kişilər şəhid oldu. Necə insanlar, kişilər var ki, onlar Allaha verdiyi sözün üzərində durub, şəhadətə yetişəcək günü gözləyirlər. Yəni, Quran elə bir kitabdır ki, tək bir dövrü, bir tarixdən danışmır. Ümumi, yaradılışdan ta sonuna qədər, qiyamətə qədər olan bir mənanı ehtiva edir. Yəni, şəhidlər şəhid olan günü şəhadətə yetmir. Onlar doğulanda şəhid doğulurlar. Onlar zər aləmində hər birimiz Allaha söz vermişik. Onlar da Allaha söz verib ki, Allahın istədiyi kimi yaşayıb, Allahın istədiyi kimi də dünyadan köçəcəklər. Mən divarda ulu öndərimizin şəklini görürəm. Yəni, yüksək tribunalardan çıxış edən bir insan yeri gələndə əlinə silah götürüb torpağın üzərində uzanıb düşmənlə ölümün gözünə baxır. Yəni, şəhadət ancaq şərəfdir. Allah üçün yaşamağı, yeri gələndə də Allah üçün ölməyi Allah hər birimizə nəsib eləsin. Mənim başqa nə deyə bilər? Ancaq təşəkkür eləyirəm Həsən qardaşımıza ki, yəni bu mövzunu dindən ayırmadı. İnsanın, yenə də deyirəm, dindən ayrı heç nə yoxdur. Hər birimizi Allah yaradır. Hər birimizdə sonunda Allah'a qovuşacaq. Bu bir imtihan dünyasıdır. Hər birimiz bu imtihandan anlatsıq, uzaq çıxmağı istəyir. Abdullayev Sənanın atası Şahin qardaşımız buradadır. Şahin həm də qardaşı da şəhiddir. Allah var eləsin. Özü də döyüşçüdür. Birinci Qarabağ Savaşının qazisidir. Buyurun Şahin müəllim. Allah başınızı eləsin. Çox sağ olun, təşəkkür edirəm. İlk öncə mənə söz verdiyinizə görə bütün məclis iştirakçılarını salamlayıram, tədbir iştirakçılarını. Hacı Həsən qardaşımız, biz onu necə təşəkkür eləyək, necə çox sağ ol deyək ki, Hacı, yerinə düşsün də. Yəni, o daimi bizlə, bütün şəhid ailələri ilə, bütün maşallah ömrünü sərf edib gecəsin, gündüzün bizim yanımızdadır. Hacı Mahir qardaşımız, Allah sizi də var eləsin ki, ona həmişə dayaqsınız, arxasınız, yanındasınız. Maddi, mənəvi belə biz hiss eləyirik, görürük. Bizi də yəni, bizi ayırmırsınız özünüzdən. Allah sizləri var eləsin, Allah bütün arzularınıza çatsın. Burada dəyərli insanlar oturub. Burada bu bizim şəhidlərimizin əbədiyyətə uçan təyyarənin səbəbkarları belə deyək, bugünkü gündə örnək olan
şəhidlərimizin Allah yaxınlarına səbir versin. Allah onların ruhlarını şad eləsin. Allah xalqımıza, millətimizə xoş günlər nəsib eləsin. İştirakçılar, hörmətli şəhid valideynləri, hörmətli İlyas müəllim, Hacı Həsən, sizi salamlayıram hər bir kəsi. Biz Vətən müharibəsi iştirakçıları olaraq, eyni zamanda Azərbaycan Respublikasının şəhid ailələri və veteranlar birliyinin sədr müavini, Abuşoran özə sədr müavini olaraq biz sizlərlə bir aradayıq. Hər zaman da sizlərlə bir arada olmaq hazırıq. Yaşasın xalqımız, dövlətimiz, millətimiz. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, o dünəsini versin. Eyni zamanda İlyas müəllim, 2 il öncə biz bir arada bir yerdə olduq, xanımın il dönümündə. Biz hətta bir qəzetdə çap elədik, amma əməyə çatdıra bilmədik. Biz çox sayda cəmiyyətimiz tərəfindən 30 nəfərə yaxın tədbirdə iştirak elədik. Allah ruhunu şad eləsin. Fərqi yoxdur, millətindən asılı olmayaraq. Bizim üçün vətənimiz birdir, xalqımız birdir, millətimiz birdir. Allah cəmi şəhid qardaşlarımızın, bacılarımızın ruhunu şad, məqamını eləsin. Eyni zamanda Azərbaycanın 3 dənə milli qəhrəman, qadın milli qəhrəmanı var. O da biri bizim bacımızdır. Allah ruhunu şad, məqamını eləsin. Çox sağ olun. Alqışlayaq Sən müəllimi. Sən müəllim, çox sağ olun. Allah sizi var eləsin. Əsas söz siz döyüş meydanında demişsiniz, bizim qazilərimiz. Sağ olun. Vəliyev Nərman baş leytenant bizim qardaşımız buradadır. Buyurun. Hörmətli cəmaatçılar, çox sağ olun. Bizi dəyər verdiyinizə görə, bu təşkilata qatıldığınıza görə təşəkkür edirəm. Bu ədəbiyyat təyyarədə olan şəhidlərimiz Allah rəhmət eləsin. Valideynlərinə də Allah canlarını sağ eləsin. Uzun ömür yaşasınlar. Biz bu həmin o təqdimatında biz o 2-ci Şəhidlər Xiyabana gedəndə bu Hökümə xanımın qəbr üstünə getdik. Bir də Aleksandrına getdik. Andrey. Onları ziyarət elədik. Gəldik keçən ilə. Biz həmin hər anda biz onu ziyarət eləyirik. Ümumiyyətlə, bütün şəhidlərə biz yad eləyirik. Bütün bir bu həmin o şəhidlər də bizim qardaşımızdır, bacımızdır. Allah onlara rəhmət eləsin. Şəhid analarına, şəhid atalarına da Allah ömür versin. Baş sağlığı verirəm. Çox sağ olun. Çox sağ olun qardaş. Alqışlayaq. Nərman müəllim, çox sağ olun. Allah sizi var eləsin. Bizim burada dəyərli insanımız, ehtiyatlı olan mayor Şəbiyev İlham buradadır. İlham, buyur. Çox sağ olun. Mən də salamlayıram bütün tədbir iştirakçılarını. Əbədiyyətə uçan təyyarə kitabının təqdimatında hamımızı xoş gördük. Hökümə xanımın atasını salamlayıram, Cəlil müəllim, İqor, Aleksandr qardaşlarımızın ailələri salamlayıram. Allah rəhmət eləsin. Qəhrəmanın fərq eləmir milliyyəti, bu vətən üçün qəhrəmandırsa, o bizim soydaşımızdır. Burada şəhid ailələrini salamlayıram, şəhid qardaşlarını, şəhid atalarını. Biz çox fəxrlilik ki, suveren Azərbaycanda yaşayırıq. Allah Cənab-ı Ali Baş Komandanımıza can sağlığı versin ki, həmişə qəhrəmanlarımızı dəyərləndirir. Bu 3 qəhrəmanımıza Azərbaycana milli qəhrəman adı vermək biz üçün də valla çox qürur verici oldu. Çox vaxtına dəyərləndirir. Allah razı olsun. Allah dövlətimizi qorusun. Var insan izdihamı, salamlanır qəhrəman, məhəbbətin ilhamın göstərir yaşlı cavan. Bu mənzilin son deyil, ruh çıxsa da bədəndən, şeytan qara don geyir, şəhid səsin gələndə. Torpağın üstə gəzdin, sonra qaldı izlərin, amma sınmadı əzmin, deyir nurlu gözlərin. Dəyişsəz də dünyanı, edir ömrü zavan, simalarını nurani, cənnətdən suyun havan. Unudulmur şəhidlər, gül çiçək bağ-bağçada, sizi xatırlar istər, layiq olduz bağda. Sizi sevdi ayırdı, uza yaradan Allah, şəhid oldu sayıldız, cənnət rizvana pənah. Ruhuz göydə səmada, məzər daşı söyləyir, cənnətdə nurlu ada, var görənlər gözləyir. Əsirgəmədiz canı, vətəninə sən qurban, verdiz axıtdız qanı, ana yurdun suvaran. Torpaqdakı izlərin heç vaxt silinməz qardaş, o nurani gözlərin bir tarixdir, bir yaddaş. Qaldı səninlə yadigar, azad torpağın daşın, olduz əbədi yaşar, vətən sağ olsun başın.
Allah şəhidlərimizə rəhmət etsin. Çox sağ olun. Mən də Zəngilanlıyam. Bizim bu tədbirə mənə dəvət elədiniz də çox sağ olun. Azə səndən çox yaxın neçə kitablarını həmişə təqdimatında olmuşam. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Sağ olun. Çox sağ olun, Allah sizi qorusun. Buyur qardaş, siz də özü təqdim edin. Təşəkkür edirəm çıxış üçün söz verdiyinizə görə və bütün bu tədbir iştirakçılarına, hər kəs şərait yaradıb bu cür tədbirləri keçirdirlər. Təşəkkür edirəm. Bu vacibdir ki, bu tədbirlər keçirilsin. Çünki əgərlər bir ölkənin ölkə olaraq formalaşmağı, onun mədəniyyətinin, onun iqtisadiyyatının, onun siyasətinin hər sahədə formalaşmağı müharibə aparan bir ölkənin qalib olan əskərlərinin, qazilərinin və şəhidlərin hesabınadır. Bu günləri Azərbaycanda hər hansı bir inkişaf varsa, o həm diri qazilərin, həm diri şəhidlərin, həm də belə şəhidlərin hesabınadır. Allah şəhidlərimizə rəhmət eləsin. Allah adı çəkilən nəzərdə olan şəhidlərimizin, məxsusən xanım Hökümə xanımın, Aleksandr qardaşımızın, Igor qardaşımızın Allah ruhunu şad eləsin. Yəni bunlar Azərbaycan üçün, Respublika üçün bir iş gördülər. O bütün şəhidlər hamısı şəhadət məqamını içiblər. Onlar Azərbaycanda belə deyək də o şəhidlər özləri bir tarix, özləri bir ölkə, özləri bir vətəndir. Onlar birləşdilər bir amal uğrunda bir vahidlik məqamı yaratdılar. Necə Şah İsmayıl Xətai Allah rəhmət eləsin. Mən bir söz deyim. Deməli 236 il müddətində bir imperiyanın əsasını qoyan bizim Şah babamız Şah İsmayıl Xətai gətirdi, bizi bu dövrə çatdırdı. Onun torpağının üstündə, onun əsərinin üstündə. Mən yazılarımda belə bir şey demişəm ki, az ədəbiyyatçılar burada, Azərbaycan ədəbiyyatının nümayəndələri var. Bir söz deyəcəm. Azərbaycan şəhidlərinin qanından Azərbaycan klassik ədəbiyyatı şairlərinin irsinin ətri gəlir. Çünki niyə görə? Çünki Azərbaycan şairləri, Azərbaycan ədəbiyyatının nümayəndələri öz şeirlərindən Azərbaycan övladlarına vətənpərvərlik missiyasını aşılayıblar. Bu gün Azərbaycan şəhidləri belə deyək də o məktəbi keçiblər. O gün olsun, Zəngilanda belə yığışaran bir təqdimatlar olsun. Çox sağ olun. Allah can sağ versin bizə. Çox sağ olun Ənvər müəllim, Allah razı olsun. Biz təsadüfən sizlə Fəxri Xiyabanda tanış olduq. Mən tutdum ki, adınızdan bildim ki, siz həmin Azad müəllimsiniz. STS-dən eşitmişdim STS-dən sizlərin haqqında və STS-dən haqqında sizdən soruşdum. Bütün o olub keçənləri siz 200 ənə danışdınız. Gördüm belə həqiqətən də elə necə tanımışıq o cürdür. Yəni siz döyüş yoldaşı olmusunuz da, bir yerdə döyüşmüşsünüz. Allah sizləri var eləsin. Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Cəmiyyətinin Zəngilon şöbə müdiri Azad müəllim buradadır. Azad Musayev. Buyurun Azad müəllim. Mən də ilk öncə Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Bu 25 dekabr 2024-cü ildə Rusiya tərəfindən vurulub məhv olan bizim təyyarəmizin qəhrəman pilotları öz canlarını fəda edərək sərnişinlərin heç olmasa yarısını xilas elədilər. Allah ruhlarını şad eləsin. Yerləri cənnətdir. Allah cəmi şəhidlərimizə 1915-ci ildən üzü bəri Azərbaycan xalqı çoxlu şəhidlər verib. 5-də, 18-də, nə bilim, 88-də, 45-də, 48-də, 90-cı illərdə və 30 il davam edən bu müharibədə 30 mindən çox bizim şəhidimiz var. Sonuncu 30 mindən çox şəhidimiz var. Allah hamısına rəhmət eləsin. Hacı Həsən haqqında, bu kitab haqqında hələ məlumatım yoxdur. İnşallah oxuyacam, götürəcəm, oxuyacam. Hacı Həsən haqqında deyim. Hacı Həsən indiyə qədər hardasa 20-dən yuxarı kitabın müəllifidir. Həmin dini araşdırmaları ilə, belə şəhidləri haqqında, vətən haqqında çoxlu araşdırma yazıları var. Vətən müharibəsi başlayanda Hacı Həsən mənə zəng elədi. Dedi Azad, mən səhhətimlə bağlı, yəni döyüşə bilmərəm də, mən nə edeyim bu ordu üçün? Dedim Hacı, sən
Vaxtında eləmişsən. Dedi, mən istəyirəm ki, 2 aylıq əlillik pulumu keçirdim orada. Dedim, özüm bilə. 2 aylıq əlillik pulun keçirdi Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Yardım Fonduna. Yəni, bu elə bir insandır. Özünün ehtiyacı ola o 2 aylıq əlillik pulunu Silahlı Qüvvələrin Yardım Fonduna keçirdi. Və 44 günlük vətən müharibəsi Zəfər günündən sonra düz hacı 40 gün hacı şəhidlər xiyabanlarını gəzdi. 40 gün məndən bir yerdə. 40 gün yas saxladı şəhidləri. Yəni hacı elə bir vətənpərvər, elə bir oğlandı. Allah onun canını sağ eləsin, var eləsin. Bugün də bu kitabın təqdimatının burada keçirilməsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rza Quliyevə təşəkkür edirəm. Özü də gəlməliydi. Bugün Milli Məclisdə görüşləri var deyə özü iştirak eləmədi. Füzuli müəllimin adından da sizi təbrik edirəm hacı. Hacı, qələmin güclü olsun. Sən vaxtilə silahla sözü demisən, indi də qələmanla deyirsən. İnşallah ki, yaz, yarat. Allah Taala verən ömrü sağlam yaşa. Sən bilirəm, bu yaxınlarda yenə biraz sağlamlığında problemlər vardı. Allah nəsib eləsin ki, 100 il yaşayasan. Bu yaradıcılığı davam eləyəsən. Bir daha hər birinizə təşəkkür eləyirəm. Füzuli müəllimin adından və şəxsən 94 minlik Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri adından təbrik edirəm səni hacı. Sağ olun, var olun. Çox sağ olun Azad müəllim. Allah sizi qorusun, Allah sizi var eləsin. Məclisimizin sonuna yaxınlaşırıq. Mən də o ürəyimdə qalan bir söz var, onu qeyd eləmək istəyirəm ki, baxmayaraq ki, bizim qəhrəmanlarımızın ailələri burada bizim millətə mənsub olmasalar da, amma onlar elə bizdəndir. Yəni, bu bir daha onu göstərdi ki, insanlıq meyarı millətə görə, rəngə görə, vəzifəyə görə ölçülmür. Bir insan ki, yaşadığı ölkəyə, millətinə töhfə verirsə, yararlıdırsa, elə o bizim qardaşımızdır, bizim yaxınımızdır. Biz insanlara o namaz qılmağına görə, oruç tutmağına görə yox, insanlığına görə qiymət verməyə bacarmalıyıq. Əlbəttə ki, müsəlman kimi borcumuzdur, hər birimiz namazımızı da qılmalıyıq, orucumuzu da tutmalıyıq, ibadət də eləməliyik. Amma bu o demək deyil. Yəni ki, bir daha ona sözümü gətirirəm ki, insanlıq meyarı elə insanlıqla ölçülür. Millətindən, irqindən, rəngindən, vəzifəsindən, yaşından asılı deyil. Allah sizləri var eləsin, Allah sizin başınızı eləsin. Bizim burada bir daha baş tacımız olan şəhid valideynlərin qarşısında baş əyirik, qazilərimizin qarşısında baş əyirik, şəhidlərimizin ruhları qarşısında baş əyirik və Allahdan arzu edirəm ki, vətən müharibəsində, 44 günlük müharibədə əldə etdiyimiz qələbə ilə yanaşı biz həmrəylik qələbəsini çaldıq, həmrəy olduq. Yəni ölkəmizin fərqi olmadı, o başın başı olmadı. Bu ən böyük qələbədə elə bu oldu. Bu birliyi, bu vəhdəti qoruyaq, saxlayaq və gələcək nəsillərə sağ-salamat ötürə bilək. Yəni güc birlikdədir. Burada cənab prezidentin apardığı siyasət, yəni xalqımızın içində olan coşqu, igid əskərlərimiz, bunlar hamısı cəm olanda belə bir unikal qələbə əldə eləmək əlbəttə ki, asandır. Yəni cənab prezident də insanlarımızda xalqda olan o coşqunu gördü və öz potensialın tam ortaya qoya bildi. Və yaxud millətimiz də, əskərlərimiz də, ordumuz da görürdü cənab prezidentin siyasətin, ölkəmizdə olan ordu arsenalının inkişafın ürəklənirdi. Yəni bilirdi ki, arxamda güclü Azərbaycan ordusu var, güclü prezident var. Bunlar hamısı cəm oldu və belə bir unikal qələbəni əldə elədik. Dediyim kimi, həm döyüş meydanında, hər meydanda qələbə çaldıq, həm də həmrəy olduq, bir olduq, bu cür qələbə çaldıq. İndi isə söz bizim dəyərli qardaşımız. Sən durma, sən durma. Hacı Həsən qardaşımız, buyur. Son söz qonaqları. Bismillahirrahmanirrahim. Və la yuqtəlu fi səbilillahi əmvətə bəl əhyaun ində rabbihim yurzəqun. Sədəqallahul aliyyul azim.
Sübhane rabbike rabbil izzeti emme yasifun ve selamun alel murselin velhamdülillahi rabbil alemin. Esselamu aleyküm ya cemi şühede ve rahmetullahi ve berekatuh. Feya leytena kunna ma'akum fenafuza fawzan azima. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Allah'ın salamı, rəhməti, bərəkəti siz məclis əhlinin halına şamil olsun inşallah. Bütün küllü kainatı yaradıbdır özü Allah. Bütün küllü kainatı yaradıbdır özü Allah. Əzəl bizə baş veribdir, sonra əqli gözü Allah. Canı salamət olana qismət edib azı Allah. Fəsillərə tac veribdi, hər bir ildə yazı Allah. Dünya min naxış xalıdır, astarı biz, üzü Allah. Nanəciblə cüt əyləşib bir qurtum su içmə aman. Ürək sözün yada deyər, sir söyləyib açma aman. Yaxşıları pisdən ayır, pisi pisdən seçmə aman. Bir insanla çörək kəsdin, ayaqlayıb keçmə aman. Daim müqəddəs eyləyib çörək ilə duzu Allah. Əyrilərdən uzaq dolan, düz əhlinə hörmət elə. Oğlu olanlar saylar, qız əhlinə hörmət elə. Ocaq müqəddəs yaranıb, köz əhlinə hörmət elə. Sənətkara hörmət olub, söz əhlinə hörmət elə. Hər şeydən qiymətli edib, bu dünyada sözü Allah. Mən kərəməm, and içirəm, ərş üzündə durana mən. Peyğəmbər tək əhləyalın dinə qurban verənə mən. Fatimə kimi müqəddəsə, Əli kimi piranə mən. Ey insanlar, əl basıram, düz 30 cüz Qur'ana mən. Dünya halala çıxmasa, bağışlamaz bizə Allah. Allah hamımızı bağışlasın. Allah günahlarımızı töysün, abr həyamızı əlimizdən almasın. Mən bu dəvətə gələn insanların hər birinin qarşısında bir qazi kimi baş əyirəm və hər birinizin əllərinizdən öpürəm. Bizə dəyər vermisiniz, qiymət vermisiniz. Ataların gözəl bir sözü var, deyir, tək əldən səs çıxmaz. Mən bu hadisəni yaşadım, amma yer üzündə yaşadım. Allah rəhmət eləsin, onun milli lider Heydər Əliyevin bir yaxşı sözü var idi. Deyirdi, bir var ki, dərdi bilməyəsən, ona çarə tapmaq asandır. Bir də var, dərdi biləsən, amma onun çarəsini tapa bilməyəsən. O təyyarə nə qədər göydəydi, mənim də əyəklərim yer üzündən üzülmüşdü. Təxminən ondan bir gün öncə mən yuxuda gördüm, 12-ci Qızıl Ordu Azərbaycana gəlir. Çox səksəkəli şəkildə yuxudan ayıldım və özümə gələ bilmədim ki, doğrudan mı belə bir şey ola bilər? Artıq biz müstəqil bir ölküyük, sən demə başımızın üstündə bir qara buludda varmış. Və bu hadisəni ki, mən şahidi oldum, müşahidə elədim. 1993-cü il aprel ayının 17-sində necə məni güllə 2 hissəyə bölmüşdü ki, 7 il mən yataqda qalmışdım. O təyyarə məni qaytardı o tarixə. O tarixə qaytardı. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin. Hər şey yaxşı olacaq. Bu söz mənim yuxuda qəlbimə gələn bir sözüydü. Bunu kim idi deyən? Sən demə, əziz bacımız Hökümə xanımın qulağı İqor Kışanyakinin və Aleksandr Kalyaninovun ağzında idi. Oradan eşitdiyi səsi o sərnişinlərə ötürürdü, ümid yaradırdı ki, insanlar narahat olmasın. O neçə saat göydə qalan təyyarənin içindəki sərnişinlərin ancaq son ümid yeri Hökümə xanımın qulaqları ağzında idi ki, görək nə deyəcək. Bir şair Əkbər Dağlarov var. Bu şeiri mən ilk anlarda yazmışdı, əzbərlədim. Çox gözəl yazıb. Dekabr ayında son uçuş oldu. Dekabr ayında son uçuş oldu. Arzular yarımçıq qaldı, ay bacım. Eşidən hər kəsin gözləri doldu. Fələk səni bizdən aldı, ay bacım. Getməz qulaqlardan o titrək səsin, o son hayqırışın, o son nəfəsin.
Sən ümid yeri idin sanki hər kəsin, Əzrail caynağın saldı ay bacım. Kaş yalan olaydı bu acı xəbər. Yanğında can verdi neçə körpələr, nalə çək göylərə, ay şair əkbər. Bağçanın gülləri soldu ay bacım. Allah ruhun şad eləsin. Mən hər üçünün qarşısında baş əyirəm. Həm İqor əminin, həm Aleksandr qardaşımın, həm Hökümə bacımın. Onlar bir ailənin üzvüydü. Bugün Hökümə xanım, bizim şəhid bacımız Salatın Əskərovadan və Gültəkin Əskərovadan sonraki bu adı qazandı, şəhid milli qəhrəman adın. Allah ruhun şad eləsin. Əgər Cəlil müəllimin bioloji cəhətdən övladı idisə, Coşqunun bioloji cəhətdən bacısı idisə, bugün o mənim də bacımdır. Və mən onun o böyük ruhu qarşısında baş əyirəm. Və o pilotlar ki, son ana qədər əllərindən gələni əsirgəmədilər və əbədiyyətə uçan təyyarədən mən elə belə qoymadım. Bunların yeri behişdədir, mən onu müşahidə edirəm. Özümü də böyük bilmirəm. Amma bilirəm ki, bunlar elə belə bir amal uğrunda getmədilər. Bunlar tarix yazdılar və göstərdilər Azərbaycan xalqının müstəqilliyinin əzəmətini göstərdilər ki, bu xalq sarsılmayacaq, bu xalq sınmayacaq, bu xalqın vətənpərvər övladları heç vaxt torpaqların canlarından keçəcəklər, amma torpaqlarından keçməyəcəklər. Ona görə mən bu şəhidlərin qarşısında həmişə öz acizliyimi etiraf eləmişəm. Bayaq Cümşüd müəllim də dedi, digər müəllimlər burada iştirak edənlər, o bir ali məqamdır ki, Allah hər insana qismət etmək üçün daim vətənə, millətə xidmətdir şəhidlik, ən ali olan zata itaətdir şəhidlik. Allah Teala Quran-ı Kərimin Ali İmran surəsinin 169-cu ayəsində buyurur ki, Allah yolunda öldürülənləri, din yolunda, vətən yolunda, qeyrət yolunda canların fəda edənləri ölü bilməyin. Onlar diridirlər, onların ruzuları Rəbbilərinin yanındadır. Şəhidin ilk damla qanı onun bütün günahlarının kəffarəsidir. Şəhidin qanı onun qüsludur, şəhidin qanı onun hənutudur, o 7 dənə bədən üzvünə ki, adi şəraitdə insan dünyasını dəyişir, hənut vurulur. Onun qanı onun hənutudur. Alnınadır, iki əllərin içinədir, iki dizlərin gözünədir, iki ayağın baş barmağına. Bu 700 Allaha məxsus olan səcdə üzvləridir ki, Allah üçün ən böyük insan aləmində ən böyük dəyər odur ki, insan Allahının qarşısında təzim eləməyi bacarır. Və bu nöqteyi nəzərdən Allah insan vücudunda bu 7 dənə üzvü özünə aid eləyib. 4-cü şəhidin qanlı libası onun kəfənidir. 5-ci şəhidin qanlı libası qiyamət günündə nəslindən 70 nəfərin günahının bağışlanmasına kəffarə olar. Və 6-cısı budur ki, şəhid bir şam kimi yanar aradan gedər, amma heç vaxt işığı sönməz. 7 qiyamət günü Allah şəhidə icaza verər. Hər nə qədər ürəyin istəyir, o qədər insanlara şifayət elə. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Dünya budur da, dünya səndə ilqar iman görmədim. Adəm ilə ol Həvvanı neynədin? Əmrində cəm olan hər inni cinni Davud oğlu Süleymanı neynədin? Xocalar yük tutub gedərdi haca, karvanı çəkərdi gündüz və gecə. O əri ilə əlaya gedən miraca Məhəmməd əl-Mustafanı neynədin? Qaldırıb Xeybəri yerindən atan, Tiflikən Ağdevin bəndini çatan, özünü qul deyib bərbərdə satan sən Əliyyəl Mürtəzanı neynədin? Səndən gileylidir yaranmış hamı, sən oldun qaldıran 12 imamı, Ərəb səhrasında tökülən qanı ol Hüseyni Kərbəlanı neynədin? Mənsurə Hələbdə astırdın dardan, İbrahim yanmadı, qutardı nardan, Xudam xəlq eyləyib yaratdı nurdan, Məryəm oğlu ol İsanı neynədin? Oxurlar şəninə şeiri qəzəli, Ömər Xəyyam oldu meyli məzəli, bütün kainatın bəlli gözəli, sən Yusuf-i Züleyxanı neynədin? Dünya budur. Hamımız bu dünyada müvəqqəti qonaqlarıq. Amma bu cür insanlar tarix yazdılar. Mən burada 5 qəhrəmandan danışmışam. 3'ü şəhiddir. İqor Kışınyakin, Aleksandr Kalyaninov və Hökümə bacımız. Amma ikisi diridim. Ben onları çox axtardım, tapa bilmədim. Müraciət elədik dünən kitabın ön söz müəllifi Dilbər xanım da, mən də. Amma təəssüf ki, onları biz tapa bilmədik ki, onlar o təyyarədə
canlı şahid idilər. Mən istərdim ki, yəni onların hər ikisi burada iştirak eləyələr və sözlərini də deyələr. Aydan xanım və Zülfüqar qardaşımız ki, bunları da mən burada unutmamışam. Yəni bunların özü də çox ağır bir imtahanlardan çıxdı. Allah keçən günlərimiz keçib gələn günlərimizi xeyrə mübdəl eləsin. Bir daha hər birinizə təşəkkür edirəm. Cəlil müəllim, Allah başınızı uca eləsin. Etibar qardaşım, Allah başını uca eləsin. Əziz analar, əziz bacılar, Allah sizi ali dərəcədə məqamınızı ali eləsin inşallah. Var olasınız. Bunlar nə qədər ki şəxsən mən həyatdayam, bunlar mənim qəlbimdədir. Bunların cismən məzarı Fəxri Xiyabanda olsa da, bunların ruhunu mən daşıyıram və ömrümün sonuna qədər də daşıyacağam. Çünki belə insanlarla fəxr eləməyə dəyər. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah bu üç şəxsi də qiyamət günündə Kərbəla şəhidlərindən ayrı salmasın və xanım Fatimə-i Zəhranın, xanım Zeynəb-i Kubranın, Həzrəti Əli əleyhissalamın, İmam Hüseynin süfrəsində əyləşdirsin inşallah bunları və hər birinizə və məxsusən də özümə səbir diləyirəm. Allah hamımıza səbir versin. Rəbbənə ixfirna, ey bizim Rəbbimiz, bizləri Quran-ı Kərimə, Əhl-i Beytə və bu canların fəda etmiş şəhidlərimizə və bu üç dənə tarix yazan şəhidlərimizin məqamına bağışla. Vali-validəyyə, ata-analarımızı bağışla. Vəlil-müminin, mömin və müsəlmanları bağışla. Yavmə yəqumul hisab, o gün ki bizdən hər bir etdiyimiz böyük və kiçik əməllərə görə hesabat götürəsən. İnnə lillah, biz hamımız Allaha məxsusuq. Və innə ileyhi raciyun, bir gündə Allaha tərəf qayıdacağıq inşallah. Allah gecindən və belə urvatlısından nəsib eləsin. El-Fatiha məs-salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. Sıratal müstakîm. Sıratal lezîne